Media subyektlərinin nümayəndələri üçün kiber təhlükəsizlik mövzusunda təlim keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Medianın İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidməti, eyni zamanda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin tərkibində fəaliyyət göstərən Azintelekom MMC-nin birgə təşkilatçılığı ilə media subyektlərinin nümayəndələri üçün tədbir təşkil olunub. Təlimin keçirilməsinə məqsəd media nümayəndələrinin müasir kiber təhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə verməkdir. Təlimdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidmətinin rəisi Samir Rəsulov açılış nitqi ilə çıxış edib. Çıxışlarda media sahəsinə baş vermiş mövcud kibersidentlər və kiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub. Təlimdə 50-dən çox media subyektinin nümayəndələri iştirak edib. Hər sessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Söylə Ağazadə, Rəsul İsayev, Səs TV.